Adamlar var 7-24 yatırlar burada. Onu bilmirəm. Baxırsan heç varlı da deyirlər. Elə qulluqçuları da yoxdur amma bütün günü yatırlar burada. Adam tanıyıram belə adi yaşayır. Qulluqçusuz ağa da yoxdur amma yatır durur bütün günü burada. Ne mama? Ay ekran görüntüsünü beğenir dostlar. Eğer bu barədə videolar da oxumamışsınız. Niyə baxmırsınız videolarıma? Eğer bir okkalara getdi, gönderdim okkalara. Ora mənim yerim deyil ki. Gördüğünüz getdi, gönderdim okkalara. Ora mənim yerim deyil ki. Gördüğünüz kimi ucuz show göstərirlər. Sizcə o ucuz yerlər mənimdir, mənim markam var. Müsabiqədən əsər əlamət qalmadı. Müsabiqə oldu zero. Oldu xoruz döyüşdürmə. Adını da qoydular polemika. Polemika bu arada fikir ayrılığıdır. Məsəl üçün siz bir fikir yürüdə bilərsiniz. Heç mən özüm də yaraşdırmadım. Valla əvvəllər yaxşı idi, hələ yaraşdırmadığım üçün mən çıxdım oradan. Əvvəllər həqiqətən yaxşıdır. Baxın, biz müsabiqəyə gedəndə, məsəl üçün bizi görmüşdünüz də çıxardırdılar, şov xarakterli, o bursu, bu bursu. Sonra bizə tapşırıq vermişlər, amma o tapşırığı heç eləmədilər. Necə deyim sizə? Küçədən reportaj hazırlamaq, nə bilim nə. Sonra döndü oldu, xoruz döyüşdürmə. Hə, mən də yaraşdırmadım özümü, çıxdım. Valla, polemika ayrı şeydir, fikir ayrılığıdır. Məsəl üçün, bir mövzu üzərində siz bir fikir yürüdə bilərsiniz, mən bir fikir. Mübahisə edə bilərik, amma mədəni surətdə də, yəni diskusiyada. Hər kəs eyni fikir. Bunlarınki qışqır bağır salmaqdır, dava eləməkdir. O, efir mədəniyyətindən kənardır. Hə, heç mən də yaraşdırmadım. Yeganə utduğum gözlərim oldu orada. Pulsuz elədilər. Hə, şov yaxşı. Şov iyiydi. İndi şitin çıxardıblar valla. Belə bilirsiniz necə, belə çıxması. O qeybətçi larvatlar olur, çıxır oturur şeydə. Həyətdə onun bunun qeybətini qırır, eləyir. Başqa televiziyalarda nə xoqqa çıxarırlar, bilmirəm. Səlim, keç. Hə, su istəyirsən verim. Deyəm, gözlə. Gözlə qala. Bura 3 adam birdən yerləşmir.